Salam, yenidən qarşınızdayıq. Bugünkü videoda Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli plenumu haqqında danışacağıq. Bu plenum Apellyasiya Məhkəməsində protest və şikayətlərə baxılmasının hüdudları ilə bağlıdır və müvafiq olaraq 397.1, 397.2-ci maddələrin şərh edilməsi ilə bağlıdır. Apellyasiya Məhkəməsində protest və şikayətlərə baxılarkən 397-ci maddənin müvafiq bəndlərində qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar Apellyasiya Məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Qanunu və Cinayət Prosessual Məcəllənin normalarına riayət edilməsi isə ümumiyyətlə dəlillərdən asılı olmayaraq, şikayət və protestdə göstərilməsindən asılı olmayaraq yoxlanılır. Deməli, Apellyasiya Məhkəməsinin işə baxarkən hüdudları, faktiki halları o zaman yoxlayır ki, bu protest və şikayətdə qeyd olunsun bu halların baxılması və normaya, Cinayət Qanunun və Cinayət Prosesi normalarına uyğunluq isə dəlillərdən asılı olmayaraq yoxlanılmalıdır. Və Apellyasiya Məhkəməsinin bu səlahiyyətləri ilə bağlı Baş Prokurorluq Konstitusiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, bəzi hallarda Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmlərə baxır, oradakı qanunsuzluqları aşkar edir, lakin həmin qanunsuzluqların aradan qaldırılması təqsirləndirilən şəxsin əleyhinə, onun vəziyyətinin pisləşməsinə gətirib çıxaracağı üçün bu pozuntuları aradan qaldırmır və müraciət edənlərin mövqeyinə əsasən bu hal ədalət mühakiməsi zamanı həqiqətin ortaya çıxmasının qarşısını alır, işə obyektiv və əsaslı baxılmasına maneələr yaradır. Ona görə də Konstitusiya Məhkəməsi 12 may 2009-cu il tarixli plenumunda qeyd edir ki, Apellyasiya Məhkəməsinin hüdudları təkcə faktiki halları və normalara uyğunluğu müəyyən etməklə məhdudlaşmır, həmçinin o həqiqəti müəyyən etməyə yönəlib. Çünki ədalət mühakiməsinin gedişində məhkəmə o nəticələrə gəlir ki, artıq burada həqiqət müəyyən olunsun və həmin məhkəmənin hökmləri kifayət qədər əsaslı və qanuni olsun. Növbəti mərhələdə hüdudlar həm birinci instansiya məhkəməsinin, həm Apellyasiya Məhkəməsi işə baxılarkən şikayəti təmin etməyə yönəlir. Bu şikayətlər Apellyasiya Məhkəməsinə daxil olur ona görə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmlərdə hər hansı uyğunsuzluq, qanunsuzluq var və yaxud da ki, protest və şikayət verən şəxslər məhkəmənin hökmü ilə razı deyil. Birinci instansiya məhkəməsinin hüdudları 318-ci maddədə Cinayət Prosessual Məcəlləsinin bu maddəsində göstərilib. Həmin hissədə maraqlı bir məqam var ki, əgər şəxsin vəziyyətini yaxşılaşdıran məsələləri həll eləyirsə, birinci instansiya məhkəməsi məhkəmə baxışında bu hüdudları da həyata keçirə bilər. Yox, əgər ibtidai sınaq müddətində şəxsin vəziyyətini pisləşdirən hallar qeyd olunmayıbsa və məhkəmə baxışında bu qənaətə gəlinirsə, məhkəmə təzədən həmin işi prokurora qaytarır və həmin şəxsə yenidən ağır maddələrlə ittiham olmasını təmin etməyə çalışır. 318-ci maddəmiz beləliklə birinci instansiya məhkəməsində işə baxılmasının hüdudlarına yönəlmişdir. Hüquq tətbiq edənlər arasında iki mövqe formalaşıb. Konstitusiya Məhkəməsinin plenumu qeyd edir ki, hüquq tətbiq edənlər mövqeyinə əsasən Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşdırılmasına gətirib çıxarsa belə, birinci instansiya məhkəməsinin yekun hökmü dəyişdirilə və ləğv edilə bilər. İkinci qənaət isə, əgər birinci instansiya məhkəməsinin yekun hökmü o şəkildə dəyişdirilə və ləğv oluna bilər ki, yalnız məhkumun vəziyyəti yaxşılaşdırıla bilsin. Bax, bu iki mövqe hüquq tətbiq edənlər, yəni ibtidai istinaq aparanlar, məhkəmə baxışında yəni məhkəmələrin mövqeyidir və Konstitusiya Məhkəməsi də bu mövqelərdən məlumatlıdır. Məhkəmənin hüdudları ilə bağlı Avropa ölkələrində pisə doğru dəyişmə qaydasının tətbiqinin əleyhinədir bəzi dövlətlərdə və Avropanın bəzi dövlətləri həmin Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin baxdığı işə o halda dəyişir ki, həmin hökm məhkumun, yəni təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırsın. Amma şəxsin vəziyyətinin pisləşməsinə
dövlət ittihamçısı və ya xüsusi ittihamçı şikayət və protest verə bilər və bu halda da artıq həmin şəxsinin pisləşməsinə doğru o məhkəmədə, apellyasiya məhkəməsində işə baxıla bilər. Bəzi ölkələrdə isə şəxsin əleyhinə apellyasiya məhkəməsində hökm bütün hakimlər tərəfindən yekdilliklə baxıldığı zaman çıxarıla bilər. Apellyasiya məhkəməsində şikayət və protestlərə baxılması hüdudları ilə bağlı Konstitusiya Məhkəməsinin gəldiyi yekun nəticə ondan ibarətdir ki, Apellyasiya Məhkəməsi cinayət və cinayət prosessual məcəllələrinin normalarına riayət edilməsini hər bir halda yoxlamalıdır. Hətta bu protest və şikayətlərdə dəlillərlə göstərilməsə belə bu yoxlama həyata keçirilməlidir. Apellyasiya icraatı zamanı məhkumun və bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti həmin şəxsin və yaxud da burada dövlət ittihamçısının da həmin şəxsin xeyrinə protest verə bilər. Apellyasiya İnstansiya Məhkəməsi tərəfindən şəxsin vəziyyətini yaxşılaşdırmaqla dəyişdirilə və ləğv eləyə bilərlər. Burada da Avropa dövlətlərində olan həmin o pisə doğru dəyişmənin əleyhinə prinsipi işə düşür və ikinci qənaət ondan ibarətdir ki, dövlət ittihamçısı bəraət almış və ya məhkum edilmiş şəxsin ziyanına, əleyhinə protest verdikdə və ya xüsusi ittihamçı şikayət verdikdə Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun hökmə onun vəziyyətini ağırlaşdırmaqla dəyişdirə və ləğv edərək yeni bir hökm çıxara bilər və belə bir hökmün çıxarılmasında Apellyasiya məhkəməsinin bütün hakimləri yekdilliklə bu qənaətə gəlməlidir. Deməli, Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli plenumu o qənaətə gəlir ki, hökm zamanı Apellyasiya Məhkəməsinin gəldiyi yekun nəticə məhkumun vəziyyətini yaxşılaşdıra da bilər. Əgər dövlət ittihamçısı və xüsusi ittihamçının verdiyi müraciətlə bağlıdırsa, o şəxsin vəziyyətini ağırlaşdırmaqla Apellyasiya Məhkəməsi yeni hökm çıxara bilər və burada xüsusi bir şərt də qeyd edilir ki, yekdilliklə hakimlər həmin şəxsin vəziyyətinin ağırlaşdırılması nəticəsinə qənaətinə gələ bilərlər. Bugünkü videomuzda biz çalışdıq ki, Konstitusiya Məhkəməsinin tərəfindən Apellyasiya Məhkəməsinin protest və şikayətlərə baxılması hüdudlarını müzakirə edək və inanırıq ki, bu sizlər üçün faydalı oldu.